Hə dostlar, inşallah usta qardaşlar bilər, 20-25 il bundan əvvəl usta qardaşlar həmişə bilir ki, məsəl üçün əl işlərini istəyiblər ki, əl işləri şeydə olsun da, belə açıq şəkildə olsun, hamı görsün. Və gördüyünüz burada magistral yoldur, dörd tərəfi yoldur da, sentral yoldur. Burada pastiyanlı burada probka, pastiyanlı maşınlar durur, baxır, eləyir. Məsələn, adam istəyir ki, bura açıq olsun, işləyəndə də bu əl işlərini görən olsun da, belə baxsın da. İndi sosial şəbəkələrdə TikTokdur, Instagramdır, Facebookdur. İndi reklamlardır da, ustaları tanıtdıran, əl işlərini tanıtdıran. Amma əvvəl elə şeylər yox idi. 20 il bundan əvvəl, nə bilim 25 il bundan əvvəl belə bir şeylər yox idi. Saçım da düzgün. Nəysə. 25 il bundan əvvəl yox idi. Belə açıq qoyurdular ki, işlədikcə müştəri gəlsin, baxsın, eləsin, nömrəsini alsın, nömrəsini götürsün. Məsələn, podyezdə, bloklarda işləyəndə də ustalar qardaşlar qapını açıq qoyur ki, pilləkəndən qalxan ustalar olsa, evyələr olsa, evə baxsınlar, nömrəsini götürsünlər. Məndə amma indi tərslikdədir. Bax, bura sentral yolu istərdim ki, açıq qalsın. Amma maalesef mən bura aboydan bağlayacağım ki, içəri görsənməsinlər, biraz mən özümə də xoş deyil. İçəri görsənsəm rahat olmur. Amma orada bir yana obyekt var, usta qardaşlar işləyir, Allah bərəkət versin. Onlar açıq qoyublar, bəlkə 3 ayda da açıq qoyub işləyirlər. Yəni, mən də məsələn bağlayacağım da. İndi siz nə düşünürsünüz? Buranı aboylayım, yoxsa açıq qalmağı yaxşıdır? Necə məsləhət?